İlham Əliyev sülh istəmir. O hakimiyyətdə qalmaq üçün müharibə istəyir. Çünki sülh olanda xalqı susturacaq bəhanə olmur. Əvvəllər deyirdilər ki, Qarabağ problemimiz var. İndi o da yoxdur. Amma xalqı acından qırırlar. Əliyev də Paşinyanla sülh müqaviləsini imzalamır. Müxtəlif səbəblər, bəhanələr gətirərək vaxtı uzadır. İndi də 2026-cı il iyul ayında Ermənistanda seçkilərdə Paşinyanı devirib, Rusun adamı hakimiyyətə gələcək. Yəni Rusiya Paşinyanı devirəcək. Rusun adamı 2026-cı ilin iyul ayında hakimiyyətə gələcək. Gələn il 2-3-cü ayından seçim kampaniyası başlayacaq. Rusun adamı hakimiyyətə gələcək. Putin, Əliyev və Ermənistanın yeni prezidenti ilə danışılmış müharibə başladılacaq. Əliyev xalqın başını müharibə ilə qatacaq. Amma Avropa, ABŞ, Amerika, Avropa çalışır ki, Paşinyan hakimiyyətdən getməsin. Əgər Paşinyan hakimiyyətdə qalsa, İlham Əliyevin vəziyyəti daha da pisləşəcək. Yox, əgər Paşinyan hakimiyyətdən getsə, müharibələr olacaq. Yəni, daha ağır vəziyyətlər bizi gözləyir. Ona görə də əlhəmətələm İlham Əliyev sülh istəmir. Ac xalqın başına ancaq müharibə ilə qatmaq olar. Diktatorlar ancaq müharibələrlə xalqı qorxudaraq ömürlərini uzada bilər. Azərbaycanda Papa qərənfil kimi məmurlara qız daşıyanlar kimi tanınan generallar Kəmaləddin Heydərov və Elçin Quliyev vəzifədən getməyəcəklər. Mən deyirəm, qabil, vəzifədən getməyəcəklər. Onların daha 10 il, əgər İlham Əliyev qalacaqsa, İlham gedənə kimi, İlham qalacaqsa, 10 ildə İlham Əliyev qalsa, onlar vəzifədə olmasını təsdiqlədilər. Tam dəqiq 100% məlumatdır prezident ailəsi. İlham Əliyev nə qədər vəzifədədirsə, Elçin Quliyev və Kəmaləddin Heydərov da o qədər vəzifədə olacaq. İlham sabah getsə, ora sabah gedəcək. 3 aya getsə, devrilsə, 3 aya devrilsə, 3 ay orada olacaq. Elçin Quliyev və Kəmaləddin Heydərov ümumilikdə 200 milyon dollar veriblər və buna görə vəzifədə qalacaqlar. Yəni İlham Əliyev, sən getməmiş, ola bilər hökumətin sonudur, devrildi, inqilab, bu başqa məsələ. Putin öldü, İlham öldü, Erdoğan öldü, İlham öldü, bu başqa məsələ. Amma sən nə qədər oradasan İlham Əliyev, bizi vəzifədən atma. Bir, əlimizdə olan kompromat materiallar var. 8 kasetdə hər şey var əlimizdə. İkincisi isə nə qədər pul lazımdır, ehtiyacın var, biz sənə verərik. Və İlham Əliyev də 200 milyon dollar istəyib və ikisi 200 milyon dollar veribdi. Həmən pulu da Kəmaləddin Heydərov çıxartmaq üçün yüzlərlə, minlərlə cəmaata verdiyi evi geri alıb satır. Demək, generallar pulu Altay Həsənovla Elçin Muradova veriblər. İlham Əliyev bölüşdürübdür. Yəni pulun bir hissəsi Mehribana çatır, bir hissəsi İlhama. Bir hissəsini Altay Həsənova, bir hissəsini Elçin Muradova veriblər. Hər nəysə. Yəqin ki, Mehribanın bir uşaqlarından biri ola bilər İlhamla yaxınlığı da ola bilər. Ya ola bilər ancaq Mehribana gedibdir bu pullar. Bütün hallarda İlham Əliyev Dabronu verib.